Salam dostlar, MHM Tədris Mərkəzinin Riyaziyyat test toplusunun yeni nəşrindən üslü və loqaritmik funksiyalar mövzusunun 10-cu testinin suallarına baxaq. Birinci sualda deyilir ki, x çıxaq y bərabərdir 4 vurulsun, kök altında 6x y olarsa, verilmiş ifadənin qiymətini hesablayın. Gəlin birinci yazaq. 2 loqaritma x üstə gələk y çıxaq loqaritma x y bərabərdir. 2-ni loqaritmanın daxilindəki ifadənin qüvvətinə yazsaq, onda olar loqaritma x plus y-in mötərizəsi kvadratı çıxaq lq x y. O da bərabərdir. Bölmə olduğuna görə bir loqaritma daxilində, daha doğrusu çıxma olduğuna görə bir loqaritma daxilində həmin ifadələri bir-birinə bölə bilərik. Yəni x üstə gələk y-in kvadratı bölünsün x y. O da bərabərdir lq mötərizə içində x kvadratı üstə gələk y kvadratı üstə gələk 2x y bölünsün x y. Deməli, indi biz bu ifadənin qiymətini hesablamalıyıq. Bunun üçün bizə şərtdə verilən x çıxısın y bərabərdir 4 vurulsun kök altında 6x y ifadəsinin hər iki tərəfini kvadrata yüksəltmək lazımdır. Çünki baxın, loqaritmanın daxilindəki kəsirin sürətində x kvadratı üstə gələk y kvadratı var. Onda biz nə edirik? Sol tərəfi iki həddin fərqini kvadrat şəklində alsaq, x kvadratı üstə gələk y kvadratı çıxaq 2x y bərabərdir 4-ün kvadratı 16, kök altında 6x y-in kvadratı isə 6x y. Beləliklə x kvadratı üstə gələk y kvadratı bərabərdir 16 dəfə 6 96, mənfi 2-ni sağa keçirsək müsbət 2 topladıqda da 98 edər. Yəni 98 vur x y. Beləliklə 2 vurulsun lq x üstə gələk y çıxaq lq x üstə gələk başlayın x y bərabərdir lq mötərizə kəsir xətt çəkirik. X kvadratı üstə gələk y kvadratın yerinə 98x y üstə gələk 2x y bölünsün deməli x y. O da bərabərdir lq deməli sürət edir 100x y, x y-ə böldükdə 100, lq 100 isə bizə 2 verər. Yəni doğru cavab olar B bəndi. Gəlin yaşılla işarə eləyək cavabları. Sonra ikinci suala baxaq. İkinci sualda deyilir ki, y bərabərdir loqaritma 3də 1 əsasdan lq kvadratı x üstə gələk 4 lq x üstə gələk 13 funksiyasının qiymətlər oblastını tapın. Dərhal yazaq. Y bərabərdir loqaritma, yəni yazaq. Loqaritma 3də 1 əsasdan mötərizə içində lq kvadratı x plus 4 lq x plus 13-ü gəlin biraz sadələşdirək. Buradan iki həddin cəminin kvadratının açılışını düzəldək. Lq kvadratı x üstə gələk 4 lq x üstə gəl nə olmalıdır? 4. 13 olması üçün 9-u çatmır. Beləliklə y bərabərdir. 3də 1 isə üstü mənfi 1 şəklində yazılsa qarşıya mənfi çıxar. Onlar mənfi loqaritma 3 əsasdan mötərizə içində lq x üstə gələk 2-nin kvadratı üstə gələk 3. Belə bir ifadə almış olduq. Baxın, əgər biz mötərizənin içindəki ifadəyə baxsaq, bu ifadənin ən kiçik qiyməti 3-ə bərabərdir. Amma qarşıda, bax şimdi 9-a bərabərdir. Amma qarşıda, burada 9 olmalıydı. Amma qarşıda mənfi olduğuna görə bu ifadənin ən böyük qiyməti olur artıq. Ən kiçik qiyməti yox. Deməli, bu ifadənin ən böyük qiyməti mənfi loqaritma 3 əsasdan 9, o da bərabərdir mənfi 2 olar. Onda bu ifadənin qiymətləri oblastı mənfi sonsuzluqdan mənfi 2-yə mənfi 2 də daxil olmaqla və doğru cavab olar E bəndi. Sonra üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, verilmiş ifadəni hesablayın. Yazaq. Loqaritma 2 əsasdan mötərizə içində kosinus pi bölək 8 çıxaq sinus pi bölünsün 8 vura üstə gələk loqaritma 2 əsasdan kosinus pi bölünsün 8 üstə gələk sinus pi bölünsün 8. O da bərabərdir. Baxaq. Loqaritma 2 əsasdan, deməli 2 dənə eyni əsaslı loqaritmlərin cəmidirsə, həmin bu loqaritmlərin daxilindəki ifadələri bir loqaritmin altında bir-birinə vura bilərik. Yəni vurmalıyıq daha doğrusu. Qayda bunu tələb edir. Deməli kosinus pi bölək 8 çıxaq sinus pi bölünsün 8-i vurmalıyıq. Kosinus pi bölünsün 8 üstə gələk sinus pi bölünsün 8-i. O da bərabərdir. Alarıq loqaritma 2 əsasda mötərizə içində kosinus kvadratı pi bölək 8 çıxılsın sinus kvadratı pi bölünsün 8.
O da bərabərdir. Loqaritma 2 əsasdan, baxın, mötərizənin daxilindəki ifadə kosinus 2 alfanın açılışıdır. Yəni kosinus 2 vurulsun pi bölü 8 bizə verir pi bölünsün 4. O da bərabərdir. Loqaritma 2 əsasdan kosinus pi bölü 4 də alır 1 bölü kök altda 2. Yəni 2 üstü mənfi 2-də 1. Burada da deməli loqaritma 2 ilə 2 bir-birini aparır və yerdə qalır mənfi 2-də 1. Mənfi 2-də 1 isə bizdə D bəndinə uyğundur. Sonra dördüncü suala baxaq. Dördüncü sualda deyilir ki, fx bərabərdir 2 üzəri x üstə gələk 1 olarsa, onda y bərabərdir f x funksiyasının qiymətlər oblastını tapın. Yəni bu deməkdir ki, biz mürəkkəb funksiyanın qiymətlər oblastını tapmalıyıq. Birinci onda fx-ə baxaq. O da nə cür hesablanır? Deməli 2 üzəri x plus 1 idi. Düzdürmü? Bağışlayın, bu 1 aşağıda olmalıdır. 2 üzəri x üstə gələk 1 idi. İndi 2 üzəri x-in əvəzinə fx yazmalıyım. Əslində qalsa mənim ifadəmin, yəni bu mürəkkəb funksiyanı bu şəkildə yaza bilərik. Fx şəklində. O da bərabərdir. Deməli bu fx-in yerinə yazıram 2 üzəri x üstə gələk 1. O da bərabərdir. Onda nə olar? 2 üzəri 2 üstü x üstə gələk 1 üstə gələk 1. Beləliklə x bərabərdir. Baxın, burada hasili, daha doğrusu bu qüvvətdəki cəmi əsasları eyni olan iki ifadənin hasil şəklində yaza bilərik. Yəni 2 üzəri 2 üstü x, vuraq 2 üstə gələk 1. İndi burada bu ifadə 2 üstü x ifadəsində burada biz əsas köklənməliyik. 2 üstü x funksiyasının qiymətlər oblastı sıfırdan müsbət sonsuzluğadır. Amma sıfırı ala bilmir. İndi biz belə bir şey deyirik. Deyirik, əgər sıfırı alsaydı, onda nə olardı? Yəni 2 üstü x sıfıra bərabər olsaydı əgər, onda verilmiş bu funksiyanın qiymətlər çoxluğu 2 üstü 0 vur 2 üstə gələk 1 olardı və bu da bizə 3 verərdi. Deməli, onda alsaydı 3'ü, yəni 2 üstü x sıfıra bərabər olsaydı bu ifadə 3 alardı. İndi ala bilmədiyi üçün deməli biz heç bir üsulla 3 ala bilmirik. Onda deməli qiymətlər oblastı 3-dən müsbət sonsuzluğa olar ki, doğru cavab da C bəndi edər. Sonra 5-ci suala baxaq. 5-ci sualda deyilir ki, bu funksiyanın qiymətlər oblastını tapın. Dərhal yazaq. Fx bərabərdir. Loqaritma 3 əsasdan x üstə gələk loqaritma x əsasdan 3 üstə gəlinsin 1. Deməli, indi mən baxıram ki, misalda rx funksiyasında deməli verilmiş ifadədə kəsirin məxrəci f 2x minus 5'dir. Onda mən yazmalıyam. Loqaritma 3 əsasdan x-in əvəzinə yazaram 2x minus 5 üstə gələk loqaritma 2x minus 5 əsasdan 3 üstə gəlinsin 1 şəklində yazmalıyam. İndi məndən soruşur ki, bu funksiyanın qiymətlər oblastını tapın. Baxın, əslində qalsa bu iki funksiya bir-birinin, baxın, bu loqaritma 3 əsasdan 2x minus 5 və loqaritma 2x minus 5 əsasdan 3 bunlar bir-birinin tərsidirlər. Mən birincidən, məsələn, desəydim ki, əgər 2x minus 5 ifadəsinin belə deyək də 1-ə bərabər götürə bilmərəm. 1-dən fərqli olmalıdır. Birinci ifadə loqaritma əsasından 2x minus 5 bizə 0 verər o halda. Amma ikinci ifadə artıq mənasız bir formaya düşər. Ona görə 2x minus 5-i biz burada 1-ə bərabər götürə bilmərik. Eyni zamanda baxın, bu ifadə görəsən 4-ə bərabər ola bilərmi? Xeyr, bu ifadə 4-ə bərabər ola bilməz. Bunun 4-ə bərabər olması üçün, deməli 6 bölünsün f2x minus 5 0-a bərabər olsun gərək. Bu da heç bir halda mümkün deyil. Ona görə də bu ifadə 4 qiymətini ala bilmir. 4'ü o halda alır ki, əgər birinci kəsir 0-a bərabər olsaydı. İndi bu funksiyanın qiymətlər oblastını bildik ki, 4'ü ala bilmir. Artıq onu bilirik. Bəs ikinci bu digər aralıqları nə cür müəyyən edə bilərik? Məsələn, B bəndi yanlışdır. Niyə? Çünki burada kvadrat mötərizə verib ki, bu demək ki, mənfi sonsuzluğu alır. Belə bir şey mümkün deyil. 6-cı suala baxaq. 6-cı sualda burada artıq 4'ü ala bilmir, onu dəqiq bilirik. Cavabın A bəndində olduğu məlumdur. Amma niyə görə mənfi 2 və 6? Ümumiyyətlə onları hardan almaq olar? Buna görə mən nə edərəm? Bu fx funksiyasının ən böyük və ən kiçik qiymət aldığı, yəni ekstremum nöqtələrini taparam. Bunun üçün nə edərəm? Verilmiş bu ifadədə birinci sadələşmə apararam. Yazaram f 2x minus 5 bərabərdir. Birincisi loqaritma 3 əsasdan 2x minus 5'dir.
Üstə gələk digərini isə tərsinə çevirərəm. 1 bölünsün loqaritma 3 əsasdan 2x minus 5 və üzərinə də 1 gələrəm. Beləliklə f 2x minus 5 bərabərdir loqaritma 3 əsasdan 2x minus 5 sürətdə olur loqaritma 3 əsasdan 2x minus 5-in mötərizə üstü kvadratı şəklində yazmalıyam. Yəni loqaritmanın belə mötərizə üstü kvadratı. Üstə gələk loqaritma 3 əsasdan 2x minus 5 üstə gələk 1. Bu şəkildə yazdıq. İndi bunun ekstremum nöqtələrini biz nə cür tapırdıq? Törəməsini sıfıra bərabər götürürdük. Bununla da ən böyük və ən kiçik qaldığı nöqtələri tapırdıq, düzdür? Gəlin indi yazaq. Buradan bu mötərizəni mən silərdim. Baxın bu hissələrdə kvadratı birbaşa loqaritmanın üzərinə yazardım. Onda gəlin bu kəsirin törəməsinə baxaq. Kəsirin törəməsi olduqda nə cür törəməni nə cür alırdıq? Sürətin törəməsi vurulsun məxrəc. Yəni bu ifadənin törəməsi vurulsun məxrəc. Loqaritma 3 əsasdan 2x minus 5. Çıxılsın. Deməli, sürət vurulsun. Yəni loqaritma kvadratı 3 əsasdan 2x minus 5. Üstə gələk loqaritma 3 əsasdan 2x minus 5. Üstə gələk 1. Vurulsun məxrəcin törəməsi. Məxrəcin törəməsi bura çatmır deyəsən. Yəni bir təri yazaq. Loqaritma 3 əsasda nəsənin törəməsi. Bu şəkildə yazdım ki, bilin. Məxrəcdə bir də məxrəcin kvadratı. Yəni loqaritma 3 əsasdan 2x minus 5-in kvadratı bu da bu formada olur. Və bu sıfıra bərabər olmalıdır bu ifadə törəməsi. İndi gəlin bir törəməni alaq. Burada loqaritma kvadratı, bunu biraz böyüdək. Loqaritma kvadratı 2x minus 5-də onun törəməsini alırıq. Birinci kvadrat olduğuna görə 2 düşür aşağı. Bir dənə qalır loqaritma 3 əsasdan 2x minus 5. Gəlin onu ən axırda yazaq. Yəni bax burada yazaq ki, bir dənə bizim loqaritma 3 əsasdan 2x minus 5-imiz var. Sonra 2x minus 5-in törəməsini alıq mürəkkəb funksiya olduğuna görə. Onun törəməsi bizə 2 verir. Və bir dənə də loqaritmanın özünün törəməsi var. O da bizə nə verir? O da bizə verir 1 bölünsün. Deməli 2x minus 5 vurulsun ln 3. Sürətdə isə olur nə? Loqaritma 3 əsasdan 2x minus 5. Üstə gələk. Digərin törəməsinə baxaq. Burada törəmə alanda nə alırıq? Alırıq loqaritma 3 əsasdan 2x minus 5-in törəməsində 2 bölünsün. Deməli bir dəfə 2x minus 5-in törəməsini alırıq. Sonra məxrəcdə də 2x minus 5 vurulsun yenə ln 3. Sonra 1-in törəməsi bizə 0 verir. Bu hissəni gəlin bağlayaq. Vururuq bunu nəyə? Loqaritma 3 əsasdan 2x minus 5-ə. Sonra üstə gəlirik. Daha doğrusu çıxırıq. İkinci hissədə loqaritma 3 əsasdan 2x minus 5-in kvadratı çıxılsın loqaritma 3 əsasdan 2x minus 5. Sonra üstə gələk 1 vurulsun. Bir də indi loqaritmanın sondakı loqaritmanın törəməsidir. Bu da bizə verir 2 bölünsün. Deməli 2x minus 5 vurulsun ln 3. Bax bu şəkildə. Və bir də məxrəcin kvadratı. İfadənin sıfıra bərabər olmaz. Məxrəci yox, ancaq bu sürət sıfıra bərabər. Yəni sıfıra bərabər olmalı. Yəni bu ifadənin özü sıfıra bərabər olmalı. İndi hər birindən əvvəlcə ortaq məxrəcimiz nədir? 1 bölünsün 2x minus 5 ln 3'dür. Düzdürmü? Bu ifadənin ortaq vuruq çıxardırıq. Mötərizənin içində qalır 4 loqaritma 3 əsasdan 2x minus 5 üstə gələk 2 vurulsun loqaritma 3 əsasdan 2x minus 5 sonra çıxılsın mötərizə içində loqaritma kvadratı 3 əsasdan 2x minus 5 sonra minus loqaritma 3 əsasdan 2x minus 5 üstə gələk 1 vuraq 2 bölünsün məxrəcdə isə 2x minus 5 vurulsun ln 3'dür. Bərabərdir 0. İndi baxın. Yenə də məxrəc hər ikisində eynidir və məxrəc sıfıra bərabər ola bilməz. Məxrəcləri atdıq. Yəni bu ikisi də getdi. İndi yerdə qaldı nə? Belə bir ifadə. Belə bir ifadə qaldı və bu ifadədə də gəlin birinci mötərizədən 2-ni qabağa çıxardıq və loqaritma 3 əsasdan 2x minus 5-i də mötərizənin daxilinə vuraq. Onda mötərizənin içində 2 olur. 2 vurulsun loqaritma kvadratı 3 əsasdan 2x minus 5 üstə gələk loqaritma 3 əsasdan 2x minus 5 sonra çıxılsın loqaritma kvadratı 3 əsasdan 2x minus 5 sonra burada
Bu ifadədə bağışlayın. Burada üstəgələk olmalıdır. Mən çıxaq yazmışam. Üstəgələk idi. Onda sonra çıxaq loqaritma 3 əsasdan 2x minus 5 çıxılsın 1 bərabərdir 0. Burada da yenə 2-nin heç bir mənası yoxdur. Mötərizəsində ifadələr sadələşdirsək, bunlar islah olar və bağışlayın, bunlar yox, bu ikisi islah olar. Yerdə qalar 2 loqaritma kvadratı 3 əsasdan 2x minus 5 çıxaq loqaritma kvadratı 3 əsasdan 2x minus 5. Nə alarıq? Alarıq loqaritma kvadratı 3 əsasdan 2x minus 5 çıxaq 1 bərabərdir 0. Bax, belə bir ifadəni almış olduq. İndi bu ifadəni həll etmək üçün bir dəfə loqaritma 3 əsasdan 2x minus 5 1-ə bərabər olur. Bir dəfə də loqaritma 3 əsasdan 2x minus 5 mənfi 1-ə bərabər olur. Beləliklə 2x minus 5, indi biz nə edəyək? Gəl bağışlayın, bunu tapmağa ehtiyac, bundan sonrasını əldə etməyə ehtiyac yoxdur. Niyə? Biz bu ifadələri, onsuz bizə loqaritma əsasından 2x minus 5-in ən böyük və ən kiçik qiymətləri vacib idi. Bunu da biz artıq aldıq. Deməli bir dəfə, gəlin birinci biz f 2x minus 5 funksiyasının özü nə idi? Bir daha yazaq. Loqaritma 3 əsasdan 2x minus 5 üstəgələk loqaritma 2x minus 5 əsasdan 3 üstəgələk 1 idi. Doğrudurmu? İndi mən bir dəfə burada loqaritma əsasdan 2x minus 5-in əvəzinə 1 qoyuram. Onda olur 1 üstəgələk. Baxın, 1-in tərsi yenə 1-dir. 1 üstəgəl 1 bu elədir. 3. Digər ikinci halda isə mənfi 1 qoyuram. Onda olur mənfi 1 üstəgələk. Mənfi 1-in tərsi yenə mənfi 1-dir. Üstəgələk 1. Buradan da alırıq mənfi 1. Bu da ikinci haldır. İndi mən Rx funksiyasının qiymətlərini bu hal üçün hesablayıram. Birinci hal üçün, yəni bu 3 olan qiyməti üçün yazıram 6 bölünsün. Kəsirə məxrəcində biz 3 almışıq. Üstəgələk 4. 6-nı 3-ə böldükdə bizə verir ki, 2 üstəgələk 4 gəldikdə elədi 6. İkinci halda isə Rx bərabərdir. 6 bölək mənfi 1 üstəgələk 4. Bu da elədi mənfi 2. Beləliklə bu ifadənin qiymətlər oblasti mənfi 2-dən başlayır. 4-ü heç cür ala bilmir, birləşir 4-dən 6-ya qədər. Belə bir şəkildə mən bunu həll elədim. Bəlkə də başqa bir sadə üsulla həlli var, amma bu üsul mənim ağlıma belə bu yolla gəldi. Sonra 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, fx bərabərdir 0,5 üzəri x və rx bərabərdir loqaritma 4 əsaslı x minus 3 funksiyaları üçün verilmiş bu bərabərliyi ödəyən neçə x həqiqi ədəd var? Yəni fx bərabərdir rx olmalıdır. Buradan belə çıxır ki, gəlin bunu sərgə ilə yazaq. Belə çıxır ki, 0,5 üzəri x bərabər olmalıdır loqaritma 4 əsasdan x minus 3. İndi baxın, bu ifadənin bu tənliyi daha doğrusu həll etmək üçün nə etmək lazımdır? Ən sadə yol yenə də qrafik üsulundan həll etməkdir. 0,5 x isə də biz nə edirik? 0,5 x-in qrafikini çəkirik. Əsas 0 ilə 1-in arasında olduğuna görə belə bir şey olmalıdır. Düzdürmü? Digərinin qrafiki isə, yəni loqaritma 4 əsasdan x minus 3 isə biz buradan çəkməliyik. Yəni x-ə 3 qiymətini ala bilmir. 4 verəndə, məsələn, x-ə 4 versək, burada nə alarıq? 0. Yəni x-in 4 qiymətində bu ifadənin qiyməti 0-a bərabərdir. Onda belə bir şəkildə olar. Düzdürmü onda qrafiki? Və baxırıq ki, bu qrafiklər ancaq bircə nöqtədə kəsişir. Deməli, bu bərabərliyi ödəyən x-in ancaq bir dənə həqiqi qiyməti var ki, o da B bəndinə uyğundur. Sonra 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, fx bərabərdir. Kəsirin sürətində arc kosinus, kök altında x minus 2-dir. Məxrəcində isə ln x minus 1-dir. Bu funksiyaların təyin oblastını tapmaq bizdən tələb olunur. Birinci baxırıq bura. Arc kosinus x-in deməli, təyin oblastı mənfi 1 parçası idi. Amma buradakı ifadə, yəni arc kosinusun daxilindəki ifadə, kök altı ifadə olduğuna görə bu ifadə mənfi 1-dən yox, 0-dan böyük bərabər olmalıdır. Yəni ən kiçik aldığı qiymət 0-dır axı. 0-dan böyük bərabərdir və 1-dən kiçik bərabər olmalıdır. Hər tərəfi kvadrata yüksəltsək, onda x çıxaq 2 0-dan böyük bərabər, 1-dən isə kiçik bərabər olar. Beləliklə x 3-dən kiçik bərabərdir, müsbət 2-dən isə böyük bərabərdir. Digər halda isə ln x minus 1-in biz təyin oblastını tapmalıyıq. Burada deməli x minus 1 0-dan böyük olmalıdır. Eyni zamanda deməli ln x minus 1 0-dan fərqli olmalıdır. Ona görə biz buradan x-ə alırıq neçə? X-ə alırıq x 1-dən böyük olmalıdır və əlbəttə ki, x fərqlidir 2 olmalı. Çünki 2 qoysaq
2-dən 1 çıxanda nə alırıq? 1. Bunu bu şəkildə də yaza bilərik də. Ln x minus 1 fərqlidir 0 olmalıdır. Buradan x minus 1 fərqlidir 1. Y üstü 0. Bağışlayın, y üstü 0. Yanı da 1 eləyir. X minus 1 fərqlidir 1. Buradan isə x fərqlidir 2 almış olaraq. Yəni, x 1-dən sonsuzluğa qədər getməli idi. Amma burada 2 mane olur. Deməli, birinci bərabərsizlikdən belə bir həll alırıq. 2-3 parçası. Digərində isə nə cür alırıq? 1-dən 2-yə qədər 2-ni ala bilmir. Birləşməsi 2-dən müsbət sonsuzluğa. İndi biz bu iki cavabı kəsişdirsək, baxırıq ki, 2-ni ala bilmir artıq. 2-ni ala bilmir, amma 3-ü ala bilir. 2, 3 deməli aralığı o da D bəndinə uyğundur. İndi isə gəlin 8-ci sualın izahına baxaq. 8-ci sualda deyilir ki, fx funksiyası 2 üzəri 2x minus 1 bölünsün 2 üzəri 2x minus 1 üstə gələk 1 şəklində verilmişdir. N tək natural ədəd olarsa bu cəmini tapın. N tək natural ədəd olması o deməkdir ki, baxın 1-dən, mötərizənin içindəkilərə baxın, 1-dən n minus 1-ə qədər ədədlər verilibdir. Buradakı say nəyə bərabərdir? Cüt saydadır, düzdürmü? Cüt saydadır. Çünki n təkcə, tutaq ki, 7 isə 7-dən 1 çıxan kimi 6 dənə ədəd alırsınız. İndi bunu boş yerə vermir. Baxın, sıra 1, 2, bir daha yazıram və s. Sonra nə olmalıdır? N minus 1-dən əvvəl N minus 2, bir də N minus 1. Baxın, 1 ilə N minus 1-i topladıqda N alırıq. 2 ilə N minus 2-ni topladıqda yenə N alırıq. Yəni, bu deməkdir ki, siz bir əvvəl, bir sondakı həddi hər dəfə uyğun olaraq topladıqda deməli, N-ə bərabər bir cavab almalısınız. İndi biz nə edirik? Biz gəlin burada biz f1 minus x-i onda tapaq. Deməli, f1 minus x-i tapsaq, bir də diqqət yetirək. Burada mən 1 ilə n minus 1 topladım. Əslində qalsa 1 bölü n ilə deməli, n minus 1 bölü n-i toplayırıq. Buradan 1 alırıq biz. Düzdürmü? Ona görə də, yəni mən burada n yazanda deməyin ki, biz nəyə görə yazdıq. Sadəcə bu ikisinin cəmi 1 eləyir. Kəsr şəklində yox, sadəcə kəsrlərin sürətlərini toplamışdım. İndi baxırıq ki, bu cəm hər dəfə 1 eləyir. Çünki n-i də n-ə bölündə 1 almalısınız. İndi f1 minus x-i tapmalısınız. Yəni tapaq. 2 üzəri, deməli, 2 vurulsun, x-in əvəzinə yazıram 1 minus x çıxaq 1 bölünsün. Eyni qayda ilə 2 üzəri 2 vuraq 1 minus x çıxaq 1 üstə gələk 1. Buradan da f 1 minus x bərabərdir. Deməli, 2 üzəri mötərəzəni vurub atsaq 2 minus 2x minus 1-dir. Buradan isə 2 üzəri 2 minus 2x minus 1 üstə gələk 1-dir. Beləliklə, kəsirin sürətində alarıq 2 üzəri 1 minus 2x, məxrəcində isə 2 üzəri 1 minus 2x üstə gələk 1. Gəlin, indi bu ifadəni sadələşdirək. Mən bu ifadəni sadələşdirsəm, belə yazaram. 2 üzəri mənfini qüvvətdə ortaq vuruq çıxarsam, mötərizənin olar 2x minus 1 bölünsün. Yəni 2 üzəri mənfini ortaq vuruq çıxarsam 2x minus 1 üstə gələk 1 şəklində yazmış olarım. Beləliklə, gəlin biz indi bu ifadələri biraz da sadələşdirək. Yazaq ki, mənfini yox eləmək üçün 1 bölünsün 2 üzəri 2x minus 1. Məxrəcdə də deməli 1 bölünsün 2 üzəri 2x minus 1 üstə gələk 1. O da bərabərdir. Kəsirin deməli sürətində olur 2 üzəri 2x minus 1 də 1. Məxrəcində isə 2 üzəri 2x minus 1-də 1 üstə gələk 2 üzəri 2x minus 1. O da bərabərdir. İfadələri də sadələşdirsək, ixtisarlarımıza aparsaq, alarıq 1 bölünsün 2 üzəri 2x minus 1 üstə gələk 1. İndi gəlin f1 minus x ilə elə fx funksiyasının cəminə baxaq. Baxırıq ki, bu ikisini topladıqda 1 bölünsün 2 üzəri 2x minus 1 üstə gələk 1. Üstə gələk 2 üzəri 2x minus 1 bölünsün 2 üzəri 2x minus 1 plus 1. Məxrəclər indi ortaq məxrəc olduğu kimi qalır. Yəni 2 üzəri 2x minus 1 üstə gələk 1. Sürətdə isə alırıq 2 üzəri 2x minus 1 üstə gələk 1. Və topladıqda baxırıq ki, cavab 1 eləyir. Yəni, siz bir başdakı, bir də sondakı kəsirləri deməli, f1 böl n-dən f1 n minus 1 bölünsün n-i toplasaz, siz 1 almalısınız cavabda. Görəsən, həqiqətən elədim. Biraz da gəlin, deyirsiniz ki, oxşarlıq yoxdur axı. Baxın, x-in qiyməti olsun 1 bölü n. Düzdürmü? Onda f n minus 1-i də bu şəkildə yazmaq olar mı? 1 minus 1 bölünsün n şəklində. İndi baxın, 1 bölü n bizdə x-isə, onda 1 minus x şəklindədir. Biz 1-ə bərabər alırıq. İndi neçə dəfə bu əməliyyatı eləyirik? Baxın,
F1 ilə f(n-1) bölü n-in cəmi 1-dir. F2 bölü n ilə f(n-2) bölü n-in cəmi yenə 1-dir. Deməli siz hər dəfə 1 alasınız. Neçə dəfə? Burada neçə dənə ədəd var? 1-dən n-1-ə kimi ədəd var, düzdürmü? Bu nə qədər sayda edir? N sayda, düzdür? Amma siz onu hər dəfə toplayıb yarısını götürürsünüz. Yəni əlbəttə ikisindən bir dənə cəm düzəldirsiniz, düzdürmü? Hər ikisindən belə deyək də buradakı kimi f1 minus n ilə n-1 bölü n-in cəmindən 1 alırsınız. Ona görə deməli buradakı sayın yarısı qədər siz 1 almalısınız. Yəni n bölünsün 2 sayda. Beləliklə bizim cavabımız onda 2'də 1 vurulsun n şəklində olar ki, doğru cavab da D bəndi edər. Beləliklə 8-ci sualın doğru cavabı D bəndi. İndi isə 9-cu sualın izahına baxaq. 9-cu sualda deyilir ki, loqaritma 1 bölünsün 2 sinus 2 alfa əsasdan 1 üstəgələk tangens kvadratı alfa üstəgələk loqaritma 1 bölü 2 sinus 2 alfa əsasdan 1 üstəgələk kotangens kvadratı alfa deməli ifadəsini sadələşdirin, qiymətini tapın. Yazırıq loqaritma 2'də 1 sinus 2 alfa. Sinus 2 alfanı 2 sinus alfa kosinus alfa şəklində açsaq 2'də 1 ilə 2 ixtisar gedir. Qalır nə? Sinus alfa kosinus alfa əsasdan. Mötərizə içindəki 1 plus tangens kvadratı alfa bizə verər 1 bölək kosinus kvadratı alfa. Üstə gələk. Eyni qayda ilə loqaritma sinus alfa kosinus alfa əsasdan 1 üstəgələk kotangens kvadratı alfa isə bizə 1 bölünsün sinus kvadratı alfa verir. O da bərabərdir loqaritma sinus alfa kosinus alfa əsasdan mötərizə içində 1 bölünsün kosinus kvadratı alfa vuraq, 1 bölünsün sinus kvadratı alfa. O da bərabərdir loqaritma sinus alfa kosinus alfa əsasdan onda olar sinus alfa kosinus alfa üzəri mənfi 2. Beləliklə mənfi 2 o da bizə mənfi ilə 2 verir. Yəni doğru cavab olar E bəndi. Sonra 10-cu suala baxaq. 10-cu sualda deyilir ki, A parametrinin hansı ən böyük qiymətində verilmiş funksiyası sabitdir. Yəni fx bərabərdir loqaritma 3 əsasdan A vurulsun x. X-i qabaqda da yazmaq olar. Gəlin onda elə qabağa yazaq, səliqəli olsun. X vurulsun loqaritma 3 əsasdan A çıxaq 2 bölək x vurulsun loqaritma a əsasdan 9 çıxaq 1 funksiyası deyir sabitdir. Yəni bu deməkdir ki, f1 elə f0-a bərabərdir. Yəni ya da ki f1, f2-yə, f2-yə, f0 hamısı yəni bu x-in istənilən qiymətində bu ifadə sabit qalmalıdır. Yəni bir-birinə bərabər olmalıdır. Onda gəlin f0 üçün birinci hesablayaq. f0 üçün hesablasaq 0 vurulsun loqaritma 3 əsasdan a eləyər 0. Çıxaq 2 bölünsün 0 vuraq loqaritma a əsasdan 9 yenə 0 verər, çıx 1. Buradan aldıq biz müsbət 2. Düzdürmü? Yəni bu ifadənin qiyməti 2-yə bərabər imiş. Digər tərəfdən f1-i hesablayaq. f1 bərabərdir. X-in yerinə 1 qoysam olar loqaritma 3 əsasdan a çıxaq 2 bölünsün 1 verəndə loqaritma a əsasdan 9 çıxaq 1 və bu ifadələr bir-birinə bərabər olmalıdır. Onda yazırıq ki, loqaritma 3 əsasdan a çıxaq 2 bölünsün loqaritma a əsasdan 9 çıxaq 1 o da bərabərdir 2. İndi buradan çarpaz şəkildə vursaq, loqaritma 3 əsasdan a çıxaq 2 bərabərdir 2 vurulsun loqaritma a əsasdan 9-u 3-ün kvadratı şəklində yazıram, çıxaq 2. Baxın, bu 3-ün qüvvəti düşür loqaritmanın qarşısına olur. Loqaritma 3 əsasdan a çıxaq 2 bərabərdir 4 vurulsun loqaritma a əsasdan 3 çıxılsın 2. Biz bu şəkildə bir ifadə aldıq. İndi burada 2'lər də islah eləsək, deməli nə olur? Əgər loqaritma 3 əsasdan a-ya uzatmamaq şərtilə bir m desəm, onda loqaritma a əsasdan 3 1 bölək m olar. Onda nə yazaram? M bərabərdir 4 vurulsun 1 bölünsün m. Buradan m kvadratı bərabərdir 4 və biz m bərabərdir müsbət mənfi 2 almış olarıq. Yəni loqaritma a əsasdan 3, daha doğrusu 3 əsasdan a ya müsbət 2-yə ya da ki mənfi 2-yə bərabər olmalıdır. Buradan a bərabərdir 3-ün kvadratı 9, digər tərəfdən də a da bərabərdir 3 mənfi 2, yəni 9'da 1. A-nın hansı ən böyük qiymətində? 9 burada artıq böyük qiyməti olur. 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, verilmiş ifadəni sadələşdirin. Yazırıq loqaritma, baxın birbaşa yazıram. Tangens pi bölünsün 6 əsasdan
Əsaslar eynidir. Çıxma olanda bir loqaritmin altında həmin o ifadələri, loqaritmin altındakı ifadələri bir-birinə bölürdük. Yəni sinus pi bölək 12 üstə gələk kosinus pi bölünsün 12-ni biz bölməliyik. Kosinus pi bölək 12 çıxılsın sinus pi bölünsün 12-yə. O da bərabərdir loqaritma tangens pi bölək 6 əsasdan. Gəlin bir yolluq onda qiymətini yazaq. Tangens pi bölək 6-da 1 bölünsün kök altda 3. Yəni 3 üstü mənfi 2-də 1 yaza bilərik əsasını. İndi gəlin mötərizə daxilindəki ifadələrə baxaq. Sinus pi bölü 12 plus kosinus pi bölü 12-ni bu şəkildə aça bilərikmi? Kök altda 2 vurulsun. Sinus pi bölək 12 üstə gəl pi bölünsün 4. Digər tərəfdən kök altda 2 vurulsun. Kosinus məxrəcdəki də pi bölək 12 üstə gələk pi bölünsün 4 şəklində açıla bilər. Beləliklə kök altı 2-lər ixtisar getsə, deməli olur loqaritma 3 üstü mənfi 2-də 1 əsasdan. Bu bizə nə verir? Tangens pi bölək 12 ilə pi bölək 4-ü toplasaq olur 12-də 4 pi. 4-dən də 12 ixtisar getsə qalır pi böl 3. Beləliklə alarıq loqaritma 3 üstü mənfi 2-də 1 əsasdan. Tangens pi bölək 3-də də alır kök altda 3. Yəni 3 üstü 2-də 1 o da bizə verir mənfi 1. Yəni doğru cavab olur B bəndi. 12-ci suala baxaq. Funksiyanın ən böyük qiymətini bizdən tapmaq tələb olunur. Baxırıq, yazaq fx bərabərdir 16 üzəri kosinus x vuraq, kosinus mötərizə içində x plus 1 böl 3. İndi nə edəyək? Bu ifadənin, bu funksiyanın ən böyük qiymətini tapmaq üçün baxırıq ki, üslü bir funksiyadır və qüvvət bizdə nədir? Qüvvət bizdə kosinus alfa vuraq, kosinus beta şəklindədir. Dərhal, kosinus alfa vuraq, kosinus beta ifadəsinin açılışını yadımıza salırıq. 2-də 1 vurulsun, mötərizə içində kosinus alfa plus beta üstə gələk kosinus alfa minus beta. Bu şəkildə biz açmalıyıq. Onda kosinus x üstə vurulsun kosinus x plus pi böl 3 bərabərdir. 2-də 1 vuraq, mötərizə içində kosinus 2x plus pi böl 3 üstə gələk kosinus pi bölünsün 3. Yəni kosinus x vurulsun kosinus x üstə gələk pi bölək 3 bərabər olmalıdır. 2-də 1 vuraq, mötərizə içində 2-də 1 üstə gələk kosinus 2x üstə gəl pi bölünsün 3. Deməli, indi nə edirik? Yazırıq fx bərabərdir 16 üzəri 2-də 1 vuraq, mötərizə içində 2-də 1 plus kosinus 2x plus pi böl 3. İndi baxaq. 16 üstü 2-də 1 nə deməkdir? 4. Onda yazaram 4 üzəri 2-də 1 üstə gələk kosinus 2x plus pi bölünsün 3. İndi bu funksiyanın ən böyük qiymətini tapmaq istəyiriksə də kosinus 2x plus pi üçün ən böyük qiymətini, yəni 1-i götürməliyik. Onda olar 4 üstü 2-də 1 plus 1, o da bərabərdir 4 üstü 2-də 3, o da bizə verər 8. Yəni doğru cavab olar D bəndi. Sonra 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, loqaritma kvadratı A əsasdan B üstə gələk 4 vurulsun. Loqaritma B əsasdan A bərabərdir 15-dir. İndi mən nə edirəm? Əgər loqaritma A əsasdan B-yə mən M desəm, onda mənim ifadəm nə olar? M-in kvadratı üstə gəl 4 bölək M bərabərdir 15 olar. İndi mən nə edirəm? Hər tərəfi M-ə vursam, olar M kubu üstə gələk 4 bərabərdir 15M. İndi nə edirəm? Hər tərəfdən 16M çıxıram. Olur 16M kubu çıxaq 16M üstə gəl 4 bərabərdir mənfi M. Beləliklə M kubu çıxaq 16M bərabərdir mənfi M minus 4. Buradan da M ortaq vuruq çıxarsaq, mötərizəsində M kvadratı çıxaq 16 bərabərdir mənfi ortaq vuruq çıxarılsa sağ tərəfdən, mötərizəsində M üstə gəl 4. Beləliklə M vurulsun, M kvadratı çıxaq 16-nı, M çıx 4 vuraq M üstə gələk 4 şəklində yazıram. Mənfini də sola keçirsək, olar müsbət, mötərizəsində M plus 4 bərabərdir 0. Buradan M plus 4-ü ortaq vuruq çıxartsaq, olar mötərizə içində M kvadratı çıxaq 4M üstə gəl 1 bərabərdir 0 olur. Beləliklə, ya M üstə gələk 4 sıfırdır, ya da M kvadratı çıxaq 4M üstə gələk 1 sıfıra bərabərdir. İndi, baxaq görək bizdən hələ nə soruşulur. Bizdən soruşulur ki, loqaritma A əsasdan B üstə gələk loqaritma A əsasdan B üzəri mənfi 1. Yəni 1 bölünsün loqaritma A əsasdan B-ni tapmaq tələb olunur. Hansı ki, loqaritma A əsasdan B-yə biz M demişik. M üstə gələk 1 bölək M-i tapmaq tələb olunur. Və şərtdə deyək ki, loqaritma A əsasdan B sıfırdan böyükdür. Yəni, loqaritma A əsasdan B bizdə M idi
Və m də müsbət ədədi olmalıdır. Hə, onda deməli buradan birinci bərabərlikdən biz m-ə -4 taparıq ki, bizə lazım deyil. Çünki m müsbət olmalı idi. Beləliklə m kvadratı çıxaq 4m üstəgələk 1 bərabərdir 0 olmalıdır. Hər tərəfi m-ə bölsək, m çıxaq 4 üstəgələk 1 bölək m bərabərdir 0 alarıq. Buradan da m üstəgələk 1 bölünsün m bərabərdir 4 olar. Hansı ki, bizdən elə cavabını tapmaq tələb olunan ifadə idi. Doğru cavab olar E bəndi. Sonra 14-cü suala baxaq. 14-cü sualda deyilir ki, fx bərabərdir loqaritma modulda tangens 2pi bölək 3 əsasdan tangens 2pi bölünsün 3 əsasdan mötərizə içində x kvadratı çıxaq 2x çıxaq 3 funksiyasının artım aralığını tapın. Fx bərabərdir loqaritma. Deməli, tangens 2pi bölək 3 bizə verir mənfi kökətdə 3. Modulda olduğuna görə bizə verir müsbət kökətdə 3. Yəni birbaşa belə yazaq. Mötərizə içindəki ifadə isə olur x minus 3 vuruq x üstəgələk 1 şəklində. Burada yəni, bu loqaritm altındakı ifadə sıfırdan böyük olmalıdır. Bunun üçün x-in ala biləcəyi qiymətlər mənfi sonsuzluqda mənfi 1-ə birləşməsi 3-də müsbət sonsuzluğa olmalıdır. İndi artıma deyirsə, baxırıq, loqaritmanın əsası 1-dən böyükdür. Deməli, biz 1-dən böyüksə, deməli, orada biz artıq 3-dən müsbət sonsuzluğa getməliyik. Çünki əslində qalsa, mənfi sonsuzda mənfi 1-ə kimi funksiyanın azalma aralığı. Çünki siz x-in qiymətini artırdıqca funksiyanın qiyməti azalır. Amma siz üstdən sonsuzluğa kimi gedirsinizsə də artıq burada x-in qiymətini artırdıqca kökün altındakı, daha doğrusu loqaritmanın altındakı ifadənin qiyməti getdikcə böyüyür və artma aralığı olur və doğru cavab olur A-bəndi. Sonra 15-ci suala baxaq. 15-ci sualda deyilir ki, fx bərabərdir loqaritma tangens 67 dərəcə əsasdan 1,1. Baxın, bu altdakı da üstdəki loqaritmanın əsasıdır. X kvadratı minus 4x minus 5-in azalma aralığını tapın. Gəlin birinci biz bu loqaritmanın əsasına diqqət edirək. Loqaritmanın əsası nə idi? Loqaritma tangens 67 dərəcə əsasdan 1,1-dir. İndi baxın, tangens 67 dərəcə, tangens 60 dərəcədə kökətdə 3 alır. Yəni bu artıq 1,1-dən böyükdür. Düzdür? 1,1-dən böyükdür. Ona görə də loqaritma 67, tangens 67 dərəcədən 1,1-in qiyməti artıq 1-dən kiçikdir, amma 0-dan böyükdür. Onda belə çıxır ki, gəlin biz bunu hər hansı bir m-ə bərabər götürək, bu loqaritma. Onda belə 67 dərəcə əsasdan 1,1. Onda bizim deyirik ki, m-imiz 0 ilə 1-in arasındadır. Beləliklə yazarım, fx bərabərdir loqaritma m əsasdan mötərizə içində x kvadrat çıxaq 4x minus 5-i biz nə etməliyik? Vuruqlara ayırmalıyıq. Yazmalıyıq ki, x minus 5 vurulsun x üstəgələk 1. Burada artıq x-in ala biləcəyi qiymətlər nədir? Mənfi sonsuzluqda mənfi 1-ə birləşməsi 5-dən müsbət sonsuzluqdadır. İndi loqaritmanın əsası 0 ilə 1-in arasında olduğuna görə bu ifadə mənfidir. İndi azalma aralığını deyirsə, biz 5-dən müsbət sonsuzluğa götürməliyik. Bayaqki sualın eynisidir. Əgər əsas 1-dən böyük olsaydı, 5-dən müsbət sonsuzluğa onun artma aralığı olardı. Azalma aralığı mənfi sonsuzda mənfi 1 olardı. Halbuki əsas 0 ilə 1-in arasında olduğuna görə bu dəfə 5-dən sonsuzluğa funksiyanın azalma aralığı olar ki, doğru cavabda A bəndi edər. Sonra 16-cı suala baxaq. 16-cı sualda deyilir ki, fx bərabərdir loqaritma 3 əsasdan 5x üstəgələk 11 və jx bərabərdir 2 üstü x plus 6 olarsa və f, j mürəkkəb funksiyasının tərs qiymətinin 3-ə bərabər olarsa, buradan x-i tapın. Birinci f, j üstü mənfi 1-i açası olsa, bu şəkildə olmalıdır. J üstü mənfi 1, f üstü mənfi 1, x bərabərdir 3 olmalıdır. Yəni, siz mənfi 1, əgər funksiyaların özü üstə sıralama belə gedir, üstü mənfidirsə biz onun yerini dəyişirik. Əgər ali məktəbdə yadınızdadsa da, hətta bu biraz məktəbdən kənara çıxsa da deyək, bu A-bel qrupları və qeyri-A-bel qruplarında olan bir şey var idi. A-B üstü mənfi 1 deyəndə, B üstü mənfi 1, A üstü mənfi 1 şəklində yazılırdı. Əgər A üstü mənfi 1, B üstü mənfi 1 bərabərdir, B üstü mənfi 1, A üstü mənfi 1 bərabərliyi ödənirsə, belə qruplara A-bel qrupları deyilirdi. Bu, qruplar nəzəriyyəsinin əsas belə də girişində deyilən müddəalardan biri idi A-bel qrupları üçün. Yəni, burada da eyni qayda ilə hesablanır. İndi birinci gəlin biz f mənfi 1x-i tapaq. Əgər fx bizdə vursa, f mənfi x-i tapmağa nə var ki, x ilə fx-in yerini dəyişərik. Beləliklə x bərabərdir loqaritma 3 əsasdan 5 f üstü mənfi 1x üstəgələk 11. Buradan f üstü mənfi 1x-i tapmalıyıq. Beləliklə 3 üstü x bərabərdir
5 vurulsun f üstü mənfi 1x üstə gələk 11. 5 vurulsun f üstü mənfi 1x bərabərdir 3 üstü x çıxaq 11. Bu şəkildə yazaq və buradan da f üstü mənfi 1x bərabərdir 3 üzəri x çıxaq 11 bölünsün 5. İndi mən j üstü mənfi 1x'i tapmalıyım. Gəlin j üstü x'in nə olduğuna baxaq. J üstü x bərabərdir 2 üstü x plus 6'dır. Buradan tərs funksiyanı tapanda x bərabərdir 2 üzəri j üstü mənfi 1x üstə gələk 6. Buradan j üstü mənfi 1x bərabərdir x minus 6. Bağışlayın 2 üzəri özdə. Buradan da j üstü mənfi 1x bərabərdir loqaritma 2 əsasdan x minus 6. İndi mən j üstü mənfi 1 f üstü mənfi 1 x'i hesablamalıyım və onun qiyməti 3'ə bərabər olmalıdır. X'in hər hansı bir qiymət üçün. Onda nə cür yazaram? Loqaritma 2 əsasdan bu j üstü mənfi 1 x'dir. Mötərizə üçün də f deməli x gördüyüm yerə f üstü mənfi 1 x'in ifadəsi nədirsə onu yazmalıyım. Yəni 3 üstü x çıxaq 11 bölək 5 bir də çıx 6 bərabərdir 3 olmalıdır. Buradan 3 üzəri x çıxılsın 11 bölünsün 5, çıxılsın 6, bərabərdir 2'nin kubu da 8. Beləliklə 3 üstü x çıxaq 11 bölək 5 bərabərdir 14. 3 üstü x çıxaq 11 bərabərdir 70. 3 üstü x bərabərdir 81. X də bərabərdir 4. Deməli, x'in qiyməti 4'ə bərabər imiş. İndi isə 17-ci suala baxaq. 17-ci sualda deyilir ki, verilmiş ifadəni sadələşdirin. M bölünsün n vuraq x üzəri m çıxaq n çıxaq m. Çıxılsın n bölünsün, n minus n vurulsun, x üzəri n minus m. Bu ifadəni sadələşdirmək tələb olunur. Gəlin biz bu şəkildə yazaq. M bölünsün, n vurulsun, x üstü n bölünsün, x üstü n. Çıx m, çıxaq n bölünsün, n minus n vurulsun, x üstü n bölünsün, x üstü m. O da bərabərdir. Buradan ortaq məxrəcimiz, məxrəcdəki ifadənin ortaq məxrəci x üstü n'dir. Onda alaram n vurulsun, x üzəri m çıxaq, n vurulsun, x üzəri n. Sürətdə isə m çıxaq. N bölünsün. Məxrəcdə isə x üzəri m'dirsə olur n vurulsun x üzəri m çıxaq n vurulsun x üstü n. O da bərabərdir. Deməli x üstü n çıxır sürətə olur n vurulsun x üstü n bölünsün n vuraq x üzəri m çıxaq n vurulsun x üzəri n çıxaq n bölünsün n vurulsun x üzəri m bölünsün n vuraq x üstü m çıxaq n vurulsun x üstü m. Baxırıq ki məxrəclər eynidir. Onda olur n vurulsun x üzəri m çıxaq n vurulsun x üzəri n-də n vurulsun x üzəri n çıxılsın n vurulsun x üzəri m. Baxırıq ki, sürət və məxrəcdəki ifadələr bir-birinə əksidir. Deməli, nisbəti götürsək biz mənfi 1 almalıyıq ki, doğru cavab edər D bəndi. Sonra 18-ci suala baxaq. 18-ci sualda deyilir ki, verilmiş funksiyanın təyin oblastını tapın. Fx bərabərdir 3 bölünsün kök altında 1 minus kök altında loqaritma 3 əsasdan 4 minus x. Baxın, bu ifadənin təyin oblastını mən tapmaq istəyirəm. Deməli, məxrəcdəki ifadə 1 minus, kökün altındakı ifadə, kök altında loqaritma 3 əsasdan 4 minus x böyükdür 0 olmalıdır. 0'a bərabər ola bilməz, çünki mənasını itirir. Beləliklə, loqaritma kök altında, loqaritma 3-cü dərəcə 3 əsasdan 4 minus x kiçikdir 1 olmalıdır. Burada indi bir şərt var. Loqaritma 3 əsasdan birinci 4 minus x birdən kiçik olmalıdır. Hər tərəfi kvadrata yüksəltdik. Eyni zamanda loqaritma 3 əsasdan 4 minus x böyük bərabərdir 0 olmalıdır. Çünki mənfi ola bilməz. Eyni zamanda loqaritmanın altındakı 4 minus x 0'dan böyük olmalıdır. Bu üç dənə bərabərsizlik eyni vaxtda elənməlidir. Deməli, buradan birincidən alırıq. 4 minus x kiçikdir 3. İkincidən 4 minus x böyük bərabərdir 3 üstü 0, yəni 1. Üçüncüdə isə 4 minus x sadəcə böyükdür 0 olmalıdır. Beləliklə birincidən x böyükdür 1. İkincidən x kiçik bərabərdir 3. Və üçüncüdən də x kiçikdir 4 almış olarıq. Beləliklə bu 3 bərabərsizliyin ümumi həlli 1-dən 3'ə qədərdir. 3'ü də almaq şərtindən doğru cavabda olar B bəndi. Sonra 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, verilmiş fx funksiyası üçün, deməli fx funksiyası verilmişdir. Gəlin funksiyanın özünü yazaq. Loqaritma 3 əsasdan. Gəlin mötərizənin içindəki ifadəni sadələşdirək. 7x minus x kvadratı minus 12'dir. Gəlin əvvəlcə mənfini ortaq vurub çıxardaq. Mənfini çıxacaq. Mötərizəsində qalaraq x kvadratı minus 7x üstə gələk 12. Bu belə. Sonra fx bərabərdir loqaritma 3 əsasdan mənfi mötərizənin içindəkini vuruqlararsak x minus 3, x minus 4 olar.
Beləliklə fx də bərabərdir loqaritma 3 əsasdan baxın. Mənfini mötərizələrin hər hansının birincisine, məsələn birinci mötərizənin içinə salsaq, onlar 3 minus x vurulsun x minus 4. Belə bir şəkildə aldıq. İndi gəlin sizə bir şey demək əvəz edim. Bu ifadənin cavabını C bəndi verir. C bəndi deyil. C bəndi o halda olardı ki, kəsrin məxrəcində görürsünüz, f üstü mənfi 1 x plus 1 var. O yox, əgər mənim funksiyam rx bərabərdir 24 bölünsün f üstü mənfi 1 x çıxaq 2 olsaydı belə olardı. Niyə görə? F üstü mənfi 1 x nə deməkdir? Bu funksiyanın tərsi. Tərsi nə tər tapırdıq? Qiymətlərlə təyin oblası yerini dəyişirdi. Burada bu funksiyanın təyin oblası nədir? Hər 3 minus x vurulsun x minus 4 sıfırdan böyük olmalı. Düzdürmü? Baxın 3 minus x vurulsun x minus 4 böyükdür 0 olmalı. Buradan 3 minus x böyükdür 0 və x minus 4 böyükdür 0 olmalıdır. Beləliklə ya da birbaşa intervallar üsulu ilə həll eləsək, baxın belə bir formada olmalıdır. 3'ü də ala bilmir, 4'ü də ala bilmir və biz bunu intervallara ayırmalıyıq. Artıq intervallara ayırsaq, baxaq, 4'dən sağa bir qiymət versək, mənfi, 3'dən də sola bir qiymət versək, yenə mənfi. Amma orta hissə müsbətdir. Deməli, biz burada almalıyıq x üçün 3, 4. Biz də bilirik ki, funksiyanın tərsini tapanda təyin oblasından, qiymətlər oblasından qarşılıqlı yerini dəyişirik. Onda belə çıxır ki, f üstü mənfi 1x funksiyasının qiymətlər oblastı 3, 4 olar. F üstü mənfi 1x funksiyasının qiymətlər oblastı. Onda gəlin 3, 4 olarsa bu ifadəni hesablayaq. Rx bərabərdir 24 bölünsün. 3'ü ala bilmir. Tutaq ki alardı. Alsaydı nə olardı? 24'ü 3'ə bölərdi 8, 8'dən 2 çıxırıq 6. Amma 6'ını ala bilmir. Digər tərəfdən, hələ ki yazmayaq, tələsməyək. 6'ını ala bilmir. Bir də Rx bərabərdir. Bu dəfə də 24 bölünsün 4 çıxılsın 2 yazırıq. Buradan da alırıq 4. Deməli, nə 4'ü, nə də 6'ını ala bilmir. Bu fx olduğu hal üçün və fx üstə gələk 1 olduğu hal üçün nətər eləməliyik. Burada isə gəlin belə bir şəkildə yazaq. Əvvəlcə hələ biz bunu silək, bunların hamısını silək və başlayaq nə etməyə? F demir, f üstü mənfi 1x plus 1'dir. F x plus 1'in nəyə bərabər olduğuna baxaq. Loqaritma 3 əsasdan 3 minus x'dir, düzdür? Onda olur 3 minus x'in əvəzinə x plus 1 qoyuruq, olur x minus 1, vuraq x minus 4'dür, x'in əvəzinə x plus 1 qoyuram, çıx 4. Bu şəkildə yazaq. Beləliklə fx plus 1 bərabərdir. Loqaritma 3 əsasdan 2 minus x vurulsun, deməli x çıxılsın 3. Bu şəkildə olar. Deməli, bu dəfə mənim funksiyamın təyin oblastı 2-3 aralığıdır. Deməli, bu f üzəri mənfi 1 x plus 1'in qiymətlər çoxluğudur. Beləliklə, 24'ü bölərəm 2'yə, çıxaram 2'ni, alaram 10. Bir də 24'ü bölərəm 3'ə, çıxaram 2, alaram nəyi? 6'nı. Deməli, mənim cavabım olmalıdır 6, 10. Amma belə bir cavab yoxdur. Böyük ehtimalla ya burada cavabı səhv yazıblar, ya da f üstü mənfi 1 x-i hesablayıblar. Bilmirəm, bəlkə də mən səhv eləyirəm. Bunu videonun şərh bölməsində də göstərə bilərsiniz. Bir də 20-ci suala baxaq. Bu da verilmiş testin sonuncu sualıdır. Deyilir ki, fx bərabərdir loqaritma 3 əsasdan x plus a kvadratı çıxaq 5a çıxılsın 4 funksiyasının qrafiki şəkildə kim olarsa a-nın böyük qiymətini tapın. Baxın, x-ə mənfi 1 verdikdə funksiyanın qiyməti 0-a bərabərdir. Ona görə yazırıq. 0 bərabərdir. Loqaritma 3 əsasdan mənfi 1 plus a kvadratı çıxaq 5a minus 4. Burada mənfi 1 plus a kvadratı çıxaq 5a minus 4 bərabərdir 3'dür 0. Buradan a kvadratı minus 5'ə çıxaq 6 bərabərdir 0 alıram. A minus 6 vuraq a plus 1 bərabərdir 0 olar. Buradan da a1 bərabərdir mənfi 1 və a2 də bərabərdir 6 alarıq ki, 6 qiyməti də burada ən böyük qiymət olar. Beləliklə doğru cavab D bəndi eləyər. Beləliklə biz 10-cu testin izahına da baxdıq, sualların izahına da baxdıq. Ümid edirəm ki, heç bir səhvə yol vermədik. Əgər hər hansı bir səhvlə rastlaşarsınızsa və ya misalların daha səmərəli üsulla həllərini bilərsinizsə də videonun şərh bölməsində qeyd edə bilərsiniz. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.